Biz belə bir sürəti Bakıda ancaq Formula 1 yarışlarında görmüşük. Bəli, mən Qarabağ Newcastle oyunu haqqında bu sözləri deyərdim. Çünki İngilis komandasının oynadığı sürət həqiqətən fantastik idi. Qarabağ belə sürətdə bəlkə də heç vaxt oynamayıb və oynamayacaq da. Deyə bilərsiniz ki, necə olur? Qarabağ Benfica-nı udub, Qarabağ deyək ki, Chelsea ilə bərabərə qalıb, olsun. Amma həmin komandaların heç biri Bakıya və yaxud səfər görüşlərində əsas heyətdə çıxış eləməmişdilər. Bəzi əsas futbolçuları meydanda yer almamışdı. Bugün Newcastle oyuna tam ciddiyyətlə yanaşmışdı və bir İngilis komandasının nə qədər əzəmətli bir komanda olduğunu Newcastle bizə göstərdi. Sürət fantastika, top kontrolü fantastika. Yəni belə sürətdə, belə komandalarla oynamaq Qarabağ üçün çox çətindir. Bunu da özümüz əyani şəkildə gördük. Olsun, bu mövsümlük Çempionlar Liqası bura qədər idi. Amma növbəti mövsüm Qarabağ çempion olarsa, inanıram ki, biz yeniliklər görəcəyik.